Əslinə qalsa, maraqlı bir dənə şey var orada. Deməli, İranda deyirlər ki, İmam Hüseynin tərəfdarlarıdır əsas və mübarizəni dini nöqteyi nəzərdən baxanda Yezidə qarşı aparırlar. Əsl Yezidə İmam Xomeyni deyə. Səbəbi də var, sübut da eləmək mümkündür. Neysə. Azərbaycanın şəxsi heyətinə salam, hər vaxtınız xeyirli olsun və son vaxtlar ərzində, son bir neçə gün ərzində məhz İranda baş verən hadisələr hamımızı diqqətini cəlb edib və etiraf eləmək lazımdır ki, bu hadisələrin bu və ya digər formada bizə təsiri var. Səbəb, bu dəqiqə mən sizə deyim. İnstitut Hudson İnstitutu var Amerikada və onun aparıcı ekspertlərindən biri Luke Coffey X platformasında paylaşım eləyir Azərbaycan bayrağı və yanında bir söz yazır. Be prepared, yəni hazır olun. Bizim uşaqlardan da bir-iki nəfərdən soruşur ki, nəyə hazır olaq? Orada yazılıb hamısı. Məhz Luke Coffey'nin səhifəsində bu var. Luke Coffey bir söz yazır, hadisələrə. Bu deməkdir ki, son vaxtlar ərzində bizim regionda çox ciddi hadisələr baş verəcək. Bəli, ola bilsin ki, Azərbaycan ərazisində heç nə baş verməsin, amma regionda baş verən hadisələr birbaşa bizə təsir eləsin. Son bir neçə gün ərzində İranda hakimiyyət, molla rejimi öz canını qorumaq üçün, sözün əsl mənasında öz canını qorumaq üçün yüzlərlə, bəlkə də minlərlə insanı avtomatın ateşi altına verib. Bir tərəfdən baxanda, faktiki olaraq belə baxanda istəyən düz eləyiblər də. İkinci tərəfdən baxanda bəlli olur ki, xeyr, qələt eləyirlər. Bu qədər vətəndaşı ölkədə qırmaq olmaz və birinci olaraq sən bu vətəndaşın qayğısına qalmalısan, onun çörəyin verməlisən, onun yaşayışını təmin eləməlisən. Ondan sonra deməlisən ki, abala nə istəyirsən. Və məhz bu nöqteyi nəzərdən Məsud Pezeşkiyanın da çıxışlarına baxanda, İranın prezidenti Pezeşkiyanın çıxışlarına baxanda deyir ki, əslinə qalsa İranda bu hadisələrdən qaçmaq mümkün idi. Əgər biz İranda yaşayan vətəndaşlarımızın sosial-iqtisadi məsələlərini vaxtında həll etsəydik, belə hadisələr baş verməyəcəkdi. Molla rejimi deyir, yox, dəxli yoxdur. Biz deyən olmalıdır. Abala, insan acdırsa, insan çörək yemək istəyirsə, insan sakit yaşamaq və rahat nəfəs almaq istəyirsə, niyə görə sənin nağıllarına inanmalıdır? Niyə görə sən molla rejimi olaraq insanların başını boş-boş İslam pərdəsi altında gizlənərək, din pərdəsi altında gizlənərək, niyə görə sən insanların başını tovlamalısan, onlara 1000 dənə nağıl danışmalısan, onlara hər gün sinə vurdurub ağlatmalısan və deməlisən ki, vəziyyət belə olmalıdır. Niyə? Axı insan yaşamaq istəyir. Sən isə bunların heç birini vecinə almırsan, nəticəsi də bax gəlir çıxır. Nəyə? İranda belə bir, faktiki buna inqilab da demək olar. Bəli, buna razıçılıqdır. Bəli, İranda insanlar artıq belə yaşamaqdan boğulurlar. İstəmirlər Xomeynini, istəmirlər mollaları, istəmir də, əl çək də. Bu nə qədər insan olmalıdır ki, bunu başa düşməsin. Molla rejimi özünü qorumaq istəyir. Bu nöqteyi nəzərdən mütləqdir ki, orada insanları avtomatın ağzına verirlər, qırırlar. Ona görədir ki, internetdə İranda tamamilə kəsiblər, telefon rabitəsini İranda tamamilə kəsiblər. Molla rejimi olaraq, əgər sən düzsənsə, niyə interneti kəsirsən, niyə telefon xəttlərini kəsirsən, niyə İranı xəbər nöqteyi nəzərindən tam burada heç kimdən xəbər tuta bilmir və çox çətinliklə müəyyən hansısa bir hadisələrdən bizim xəbərimiz olur. Niyə? Deməli, niprav sənsən də molla rejimi olaraq. Və belə olan halda Amerikanın əlinə əla şans düşür. İsrailin əlinə əla şans düşür ki, bu şəxsə qarşı konkret olaraq mübarizəyə başlasın. Gəlin İslamı yadınıza salaq. Qısa danışacağım. İmam Hüseyin Yezid ibn Muaviyyənin hakimiyyətindən və o dövrdə baş verən hadisələrdən narazıdır. Və ona görə də İmam Hüseyin ayağa qalxdı. Ona görə də İmam Hüseyin əlindən gələni eləməyə çalışırdı ki, hər şey düz olsun. Ərazidə, ölkədə, regionda İmam Hüseyin çalışırdı buna. İmam Hüseyin fədakar idi. Bu dəqiqə İranda molla rejiminə qarşı ayağa qalxan hər bir şəxs İmam Hüseynin yolun gedir. Kimə qarşı? Molla rejiminə qarşı. Molla rejimi kimdir? Yezid ibn Muaviyyə. Məhz bunu mən Şiə nöqteyi nəzərindən deyim. Belədir. İnsanları qıran kimdir? İnsanlara qarşı agresiya göstərən kimdir? İslam mühafizəsi korpusunun əskərlərini avtomatla insanlara qarşı qaldıran kimdir? Molla rejimi. Ədalət var, burada yox. Deməli, Yezid kimdir? Xomeyni. Və salam şüd tamam. Mən belə düşünürəm. O ki qaldı, hərbi nöqteyi nəzərdən bu məsələlərə baxmaq çox rahat baxa bilərik. Dövr dəyişib və kim güclüdürsə həqiqət onun tərəfindədir və həqiqətin gücü varsa deməli o həqiqətdir. Bax, belə bir vəziyyət yaranır. Belə olanda təbii demək olar ki, molla rejimi güclü deməli o həqiqətdir. Xeyr, dəvədən böyük fil də var. Və bu fil özünü artıq göstərməyə başlayıb Amerika Birləşmiş Ştatlarının fonunda. Artıq Donald Trump məhz İranda etiraz aksiyalarına qalxan həmin o insanlara dedi ki, kömək artıq yoldadır. Biz artıq köməyə gəlirik. Bəlkə də indi danışdığımız halda artıq Amerika konkret qərarı alıb İrana zərbə endirəcək ya endirməyəcək. Bu qərar artıq var.
tam dəqiqliyinə var və kömək artıq yoldadır deməyin özünün altında da bir sıra məqam var gizlən. Məs İran elə bir ərazi yerləşir ki, ora quru qoşunları çıxartmaq mümkün deyil. Şimaldan Ermənistan və Azərbaycanlar həmsərhəddir və Ermənistan eləcə də Azərbaycanda Amerikan qoşunları yoxdur. O sayda mümkün də deyil olsun ki, onlar İrana şimaldan zərbə endirsinlər. Türkmənistan, Əfqanistan, Pakistan bu ölkələrin heç birindən də bu dəqiqələrdə istifadə edib İrana hücum eləmək quru qoşunları mümkün deyil. Qərbdən baxırıq. İraq və Türkiyə, İraqda müəyyən qüvvələr var, amma onlar kifayət eləməz İrana. Qüvvə endirməyə İran onları darmadağın eləyər bir saatın içində. Türkiyədə Amerikanın bazaları var, amma quru qoşunları yoxdur. Deməli, yenə də həmişə olduğu kimi zərbə yalnız və yalnız hərbi hava qüvvələrinin köməkliyi ilə endirilə bilər. Yenə də Amerika İrana zərbə endirəcəksə, strateji bombardmançılardan, yenə də regionda olan öz hərbi bazalarında yerləşən müxtəlif tip təyyarələrindən, F-15-lərdən, F-35-lərdən, stealthları nəzərdə tuturam onlardan, plus regionda olan hərbi dəniz qüvvələrindəki gəmilərin Tomahawk raketlərindən istifadə edə bilər. Bunun müqabilində İran dərhal bəyanat verib ki, əgər Amerika və İsrail, heç İsrailin bu arada rejim də deyil, İsrail zərbə endirsə, Siyonist rejimi və Amerika zərbə endirsə, regionda olan ölkənin hansı ölkənin ərazisində yerləşməsindən asılı olmayaraq mütləq həmin ərazilərə zərbə endiriləcək. Türkiyədə Amerika bazası var, var. İraqda var, var. Ərəb ölkələrində bu bazalar var, var. Və məhz ona görədir ki, Ərəb ölkələri artıq Amerika ilə gizli danışıqlara gedib İrana zərbə endirməkdən çəkindirməyə çalışırlar ki, onlara cavab zərbəsi endirilməsin. İranda çox maraqlı bir hadisədir. Maraqlı deməzim, gülməlidir. Əslində qalsa o molla rejiminin bir sıra addımları çox gülməli gəlir mənə. Nə edirlər? İranda 3 günlük matəm elan olunub. Bilirsiniz niyə? Molla rejiminin güllələdiyi adamlara yox, etiraza qalxıb molla rejimini müdafiə eləyən qüvvələri öldürdüyü şəxslər ki var ha. Polis, dəsiclər, İran inqilabının müdafiəsi korpusunun əsgərlərini ki, onlar öldürüblər. Onlar üçün 3 günlük matəm elan olunur və adını da qoyurlar ki, Amerika və Siyonist rejimi ilə müharibədə şəhid olanların matəmi. Ay, sizi nə Amerika öldürüb, nə Siyonist rejimi öldürüb, İranlı İranlını öldürüb. Ay, tupoy, İranlı İranlını öldürüb. Sən niyə də Amerikanı hara soxursan, İsraili hara soxursan? Vətəndaş çörək istəyir, vətəndaş azad, rahat nəfəs almaq istəyir, vətəndaş yaşamaq istəyir. Sən deyirsən, dəxli yoxdur, sən özünü döyməlisən, il 12 ay ağlamalısan. Və belə olan halda dərhal deyirsən ki, vəssalam. Burada Amerikan əli var, burada İsrailin əli var. Konkret olaraq mənim üçün İranda baş verən hadisələr çox ağırlıdır. Bu təbii ki, mənim subyektiv fikrimdir. Mənim Pəhləvinin hakimiyyətə gəlib gəlməyəcək ümumiyyətlə maraqlı deyil. Şiri Xurşidli bayrağı qaldırırlar və s. və ilaxır. Pəhləvi nə dərəcədə İranda reytinqə malik bir insandır. İnanmıram ki, onun reytinqi orada olsun. Bir lider kimi onu ortaya atıblar. Aydın məsələdir, bu siyasətin bir hissəsidir. Bu heç. Əsas orada eyni zamanda bu iki ölkəni maraqlandıran nədir? İranın nüvə proqramını tamamilə yox etmək. İranla Amerika arasında artıq gizli danışıqlar da dayanıb. Ərakçı ilə Uitkov arasında söhbətlər, danışıqlar gedir və bu danışıqlar da dayandı. İkinci bir tərəfdən Amerikanın bombardmançılarının havaya qalxıb qalxmayacağı barədə təbii ki, heç bir məlumat yoxdur, amma istisna etmək olmaz ki, bu bombardmançılar artıq havadadır. Amma dəqiq məlumat var ki, Amerikanın kəşfiyyatçı puaları Reaper regionda artıq İranı kəşfiyyat nəzarət altında saxlayıb. Bu dəqiqənin özündə belə hal-hazırda Birləşmiş Ştatlar İran ərazisindən kəşfiyyat məlumatlarını toplamaqda davam edir. Mən başa düşürəm, hər bir dövlət, hər bir ölkə öz dövlətçiliyini qorumalıdır. Amma bir var dövlətçiliyi qoruyursan ki, dövlətim salamat qalsın. Mən şəxs olaraq yox, dövlətim bir var salamat qalsın. Bir də var ki, rejimim salamat qalsın deyənə hamını qan gölündə boğacağam. Öz ölkəsində yüzlərlə, bəlkə də minlərlə, bilmirəm, məlumat yox. İnsanı avtomatın, pulemyotun qabağına verib qıran rejim sonra deyir ki, Fələstinə azadlıq, Fələstində cəmaatı qırdılar, Qəzzada adamı qırdılar. Sən öz ölkəndə vətəndaşlarını qırırsan, öz vətəndaşını qırırsan. Bax belə, ona görə də yaxın bir neçə saat, bəlkə də bir neçə gün ərzində nəyin baş verəcəyini hələ ki demək həddən artıq çətindir. Ola bilər ki, gücün hesabına İranı danışıqlar masası arxasında oturmağa vadar etsinlər. Hər şey mümkündür. Düzdür, indi burada İran sevərlər, Xomeyniyə ağam deyənlər, öz atasına ağam deməyib, amma Xomeyniyə ağam deyənlər bu dəqiqə yenə başlayacaqlar yazmağa adda. Yazın. Belə mənim heç vecmə də deyir. Biraz da kobud deyim, mənim belə vecmə də deyir. Mənim üçün ən əsası bu dəqiqə Azərbaycandır. Və
deyər o adam ki, Azərbaycana qarşı bir dil uzadar. Belə, salamat qalın. Əsası odur və baxa görə yaxın günlər ərzində nələr baş verəcək.